Rusiyaya köçməzdən əvvəl bu qayda-qanunlarla tanış olun və bunlara riayət edin. Bura köçəndən sonra bir həftə ərzində siz qeydiyyata düşməlisiniz. Qeydiyyat prosesində dələduzlar və moşenniklər çox olduğuna görə ehtiyatlı olun. Tanıdığınız və ya bildiyiniz insanlarla iş görün. Əgər tanıdığınız, bildiyiniz insanlar yoxdursa, bura gəlməzdən əvvəl araşdırın, soruşun bilən insanlardan və daveriyan insanlarla məsləhətləşib qeydiyyat üçün yer özünüzə tapın. Və bir ay ərzində patentə sənədləri yığıb vermək lazımdır. Patentə isə ilk öncə həkimlərdən keçmək lazımdır, medisina prosesindən. Və əgər siz lazımsız maddələrdən istifadə eləmisinizsə, burada analizlərdən keçəndə bunlar biruzə çıxmaq ehtimalı var. Ona görə də ehtiyatlı olun. Və sonra isə rus dilindən imtahan vermək lazımdır. Sankt-Peterburq şəhərində rus dilindən imtahanı pulla həll eləmək olmur. Və sənədlərinizi həkimlərdən keçəndən sonra, imtahanı verəndən sonra, sənədləri podach eləyəndən sonra patentə bir ay ərzində sizə cavab gələcək. Ehtimal var ki, biraz uzana bilər bu proses. Və patentinizi alandan sonra isə patentdə hansı sahədə işləyəcəyinizi dəqiq fikirləşin. Çünki patentdə bir dəfə yazdırmaq olur. Əgər siz bura gəlib bir sahədə işləyəcəksinizsə, o sahəni yazdırın. Və patenti alandan sonra isə aylıq ödənişləri patentin 6000 rubl olur. Neçə ay ödəniş eləsəniz, o qədər də qeydiyyata düşmək olur. İş yerindən icazə kağızı da tələb olunacaq ki, siz hansı yerdə işləyirsiniz, məlumatlandırmaq üçün. Və bunu başa düşmək lazımdır ki, əgər sizə burada tanımadığınız insan desə ki, mən bunların hamısını pul qarşılığında həll edirəm, ehtimal var ki, demirəm 100% olur, amma ehtimal var ki, sizə aldatsın. Sizə qeyri-qanuni, fiktivni sənədlər versin. Bu da sizə uzun perspektivdə çətinliklər yaradacaq. Çünki burada bəzi yerlərdə işdə yoxlanışlar olur, xüsusi orqanlar gəlir, yoxlanışlar edir. Əgər kiminsə sənədi buranın qayda-qanununa uyğun deyilsə, ya ştraf olunur, ya da deportasiya olunur. İş barəsində isə çalışın, dəqiq məlumatlandırın özünüzü, fikirləşin. Əgər sizə sərf edəcəksə, bura gəlin. Çünki deyilən söz başqa olur. Bura gəlib reallıqla üzləşəndə isə uyğun gəlmir bir-birlərinə. Çünki burada ev tutmaq, ev tapmaq, kirayə ev tapmaqda bəzi hallarda problemli olur. Çünki burada bəzi insanlar normal özlərini aparmadığı üçün çox insanlar, immiqrantlara burada bəzi insanlar kirayə ev vermirlər. Bura gəlməzdən əvvəl bunların hamısını cəmi şəkildə, ətraflı şəkildə fikirləşin və sonra isə bura gəlin. Çünki burada çox problemlərlə üzləşmək olur. Çünki insan bilməyəndə bunları insanı asan şəkildə aldatmaq olur. Əgər siz burada yaşamaq xoşunuza gəlsə, bura adaptasiya olsanız və burada uzun müddətli yaşamaq qərarına gəlsəniz, çalışın hüquqşünas tapın, hüquqşünas ofis tapın və hüquqşünas vasitəsilə qanuni şəkildə 3 illik oturma izni alın və sonra isə 5 illik oturma izni alın. Bu sizə daha çox sərf edəcək ki, patent əsasında burada uzun müddət qalmaqdansa. Və bəzi insanlar var ki, like yığmaq üçün, populyar olmaq üçün TikTokda insanlara qorxudan videolar çəkirlər, SOA burada aparırlar, müharibəyə burada aparırlar, burada belə eləyirlər, razna absurdlu fikirləri, xəbərləri insanlara verib, insanları təlaşa salırlar, bilib-bilmədən. Burada yəni heç kimi məcburi şəkildə müharibəyə aparmırlar və heç kimi başqa bir sahələr üzərində öz istəyi olmasa, məcburi şəkildə eləmirlər. Bunlar hamısı reytinq yığmaq üçün cahil insanların bilib-bilmədən danışdığı məlumatlardır. Həmişə çalışın internet vasitəsindən istifadə edin. İnternetdə lazım məlumatlar var. Ofitsial saytlara girin. Əgər siz rus dilini zəif bilirsinizsə, bunu perevod proqramlar vasitəsilə tərcümə halını rus dilindən Azərbaycan dilinə çevirmək olur. Bunların hamısını ətraflı şəkildə öyrənəndən sonra isə burada rahat şəkildə yaşamaq olur.